Qida Təhlükəsizliyi Agentliyi ictimai yaşayış obyektlərində plandan kənar yoxlamaları davam etdirir. Bəzi restoranlarda aşkar edilən nöqsanlarla bağlı sahibkarlara xəbərdarlıq olunub. Bu dəfə Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu Çobanzadə küçəsi 2505-ci məhəllədə yerləşən Xarı Bülbül restoranında plandan kənar yoxlamalar keçirib. Yoxlama zamanı aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kütləvi qidalanmanın təşkili yerlərində yoxlama nəzarət tədbirləri davam etdirilir. Rəhimov Vahid Musaoğlu məxsus Xarı Bülbül restoranında agentlik əməkdaşları tərəfindən yoxlamalar keçirilib. Baxış zamanı mətbəxdə sanitar texniki və sanitar gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Üz tutduq məsələ ilə bağlı Xarı Bülbül restoranına. Restoran inzibatçısı Eyyub Novruzov bildirdi ki, nöqsan aşkar edilən mətbəx Ramazan bayramında toyların olmaması səbəbindən hazırda təmir edilir. Elə nöqsan da təmir prosesi zamanı aşkar edilib. Ramazan ayından əlaqədar biz bütün zallarda, mətbəxlərdə təmir işləri aparırıq. Təmir gibi hal-hazırda ayın sonuna kimi ora tam istifadə veriləcək. Restorana gələn məhsullar restorana gəlməmişdən öncə yoxlamadan keçir. Ət məhsulları, meyvə tərəvəzi, digər məhsullar hamısı yoxlamadan keçirir, sonra restorana daxil olur və biz həmin məhsulları işlədirik. Restoran inzibatçısı həmçinin bildirdi ki, təmir prosesi yaxın günlərdə tam yekunlaşdırılacaq. Qida Təhlükəsizliyi Agentliyinin aşkar etdiyi nöqsan da tam aradan qaldırılacaq. Elşad Bayramoğlu, Amin Əliyev, Mələk İnqilablı, ATV Xəbər.